Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə dadlı, yumuşaq pankek necə hazırlanır, onu göstərmək istəyirəm. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və rəylərdə fikrinizi bildirməyi unutmayın. Əvvəlcə 2 ədəd yumurtanı qaba qırıb yaxşıca qarışdırıram. Yarım stəkan şəkər tozu, 1 ədəd qabartma tozu, 1 ədəd vanilin əlavə edirəm və yaxşıca qarışdırıram. Hər bir məhsulu əlavə etdikdən sonra yaxşıca qarışdırmaq mütləqdir. Bir stəkan süd, yarım stəkan duru yağ əlavə edirəm və qarışdırıram. Ən sonda isə 2 stəkan un əlavə edirəm. Bu formada yumuşaq xəmir alınır. Xəmiri belə bir qaba yığıram ki, mənim üçün rahat olsun. Əvvəlcədən qızdırdığım tavaya xəmiri əlavə edirəm. Pankeklərin ölçüsü sizin istəyinizdən asılıdır. Mən bu ölçüdə hazırladım. Üzəri qabarlanıb şişdikdən sonra pankekləri çevirirəm və bu formada alınır. Daha sonra soyması üçün qaba yığıram. Daha çox belə videoların gəlməsi üçün bəyənməyi unutmayın. Gələn videolarda görüşənədək.